Bugün Bakının ən maraqlı yerlərindən birinə gəlmişik. Bəli, bura Bakının bit bazarıdır. Uçi, qorxur bu belə. Bunun gərək stolu da olsun da. Təmiz fil sümüyü. Bu da suda kokuyor. Bir dükkanda xəzinə tapmışam. Bunu ancaq SSR-də doğulanlar xatırlayar. Bu siqaretlər 90-cı illərin ən xod gedən siqaretləri idi. Bikilo ilə konqres sonradan gəldi. Bax bu əfsanə, primadır, bu startlardır. Astra da var. Astra, aycan. Bunu da dırnaq yanına kimi çəkirdilər. Tu-134, Stewardessa, Inter, Java, Freedom, Salim. Bu xalada oxunan olurdu, mən bildiyimə görə. Buna baxın, bunların hamısı paska bağlı. Winston, baxın, bu bağlı. Bu dükan gəlsi dostumuzdur, saxlayıb. Bunu saxlamaq özü bir xəzinədir, yığıb saxlayıb. 1880-cı ildir. Bak bu 1910-cu ildir. Bu da 1902-ci ildir. O 1905-ci ildir. 1897-ci ildir. Al-Azayomla o vaxtın. 1909-cu ilin puludur. Oy dədə var, bunu da saxlamısan. Baxın, 1909-cu ilin 500 rubl. Buna o vaxtı görə sən nə düşürdün? 1910. Bu boyda pul olar. Lavaş arası dönər. Bu ili yazılıb. Bu neçənci ildir görəsən? Bilmiyorum. Fotoqraf İli yazılanlar var. Androment. Bu şəkili studiya, Androment studiyası çəkir və şəhərin adı Konstantinopol. İlləri Sultan yazılanlar da Bəyazid İstanbul. Bu 1 rublu biz o vaxtı yerdən tapanda sevinirdik. Geydik Bakı Konservatoriyasına Yuran yanına 15 köprüyü oynamağa. Bəh, bunlara var 25 deyil. Termonet, onluq, yadıma düşür da. Hə. Bu pulları yalnız SSR-də yaşayan insanlar 5'lik, bərəkətli pulları idi bunlar. 3 ayda 3 rublə. Baxın, o vaxtı bütün 15 respublika bu pullardan istifadə edirdi. Bu yadıma gəldi Vahid Bank. Vah, atdı getdi cəmaata. Vay da vay, Vahid Bank pul buraxmışdı. O vaxtı cəmaat bunu alırdılar da. Hə. Elə bir pul şəklində vermişlər, gedirdin, çıxardırdın, mən nəysə belə. Belə bir zamanlar da olub. 70-dən bu yana doğulanlar ən çətin günlər yaşayıb. Qardaş da bunları qoruyub saxlayıb. Bunların hamısı bir tarixdir, həqiqətən. Bu tarixi qoruyub saxladığına görə təşəkkür edirik. İstiqlal qəzeti. Neçənci il? 1905-ci Bir əsrdən çox yaşı var bunun. 18-ci. 41-ci ilin qəzeti. Müharibə başlayanda. 5-ci il. Dünya bayram yapıyor. Bu Türkiyənin qəzetləridir. Hürriyyət. Türk-Rus məsələsi. O 45-ci ildə çox maraqlıdır. Professor Ziya Gül'ün böyük təbirri çox maraqlıdır. Alman-Rus harbi. Almanlarla Rusların müharibəsindən xəbərlər. Bu Fransa qəzetidir, hə? Niyə bura nə yazılır? Jurnalı, repeti jurnalı. 1800-cü ilin. Burada hər əşyanın öz keçmişi var. Bəziləri 100 illər əvvəl kiminsə həyatının bir parçası olub. Sizcə ən maraqlı tapıntı hansıdır? Kəşfiyyat xanımı gizir Freda Retta. Almanın kəşfiyyatıdır. Bu borc müqaviləsidir 1858-ci Oy da var. O vaxtı da borc müqaviləsi olub. Pesatı ilə zadı ilə. Bu da Alman 23 mart 1928-ci il. 18-ci ilə. 18-ci ilə kimi. Baxın, burada balaca maşınlar var. Saatlar var. Sonra belə suvenirlər var. Uğur gətirən qurbağalar var. Piramidalar. Bu suvenir. Hər cür suvenir burada tapa bilərsiniz. 1782-ci il. Oy da var. 18-ci ilə oy da var. 16-cı əsr. Bu nədir? Bu da pul olur. Sonradan deşiblər. Şey olmaz. Çox maraqlıdır. Bax bu da Osmanlı dövrünə aiddir. Bu qəpiklər gümüşdür. Bunun prosesini verirlər. Bugün burada gəzəndə bir daha əmin oldum ki, bəzi şeylərin dəyəri illər keçdikcə daha da artır. Bu bazar biraz qarışıq, biraz köhnə, amma inanılmaz dərəcədə maraqlı bir dünyadır. Bir tas açıq almışam. Neçədir bunlar? Kimisə keçmişindən qalan bir parça, bir xatirədir və bəzən ən dəyərli şeylər elə gözünüzün qabağında gizlənir. Sadəcə baxmaq yox, görməyi bacarmaq lazımdır.
Neçədir bu pakrıva? Bu. Məni çəkir. Məni çəkir, narahat. Neçədir bu? Bu sparik deyəsən, hə? Təkdir? Hə. Nə desəz vardı yəni? Neysə. Neyi? 40 kuruş. Evet. Görək burada nə var? Dönmüş uyku. Ha, bunu sən apararsan, altdakini mən. Burada maraqlı şeyler var. Ay cama. Çok güzel. Bunlara bakın. Çok paralıyır. Her cür divar saatleri. Göre, bunlara kim bakır? Yoktu. Ha, yaxşı. Bakın. Belə bir saat da var. Sonra divar saatleri bakın. Musikal bir şeydi. Как магнитофон. Kırıcı, teyare, İgruş, Severim. Baxın. maraqlı şeyler. Hər cür saatlar var, divar saatları. Kimin evində hansından olub? Şərh bölməsində yazın. Çox sağ ol. Videodakı qəribliyi tapın. Tapana məndən hədiyyə. Oradan İran. Dostlar, burada hətta balışlar, döşəklər, yorğanlar, nə desəz var. Xanım, ay xanım, bu balışlar neçəyədir? Danışmırsın. Yaxşısı göstərmirəm. Qiymətini deyin. Neçə? Burada balaca maşınlar var, saatlar var. Divanı alıram. Hər modeldə paltar tikən maşınlar. Bunlar neçədir? Fərqlidir qiymətləri. 50-60 Aralığında. 50-60, 70 aralığındadır qiymətləri. Ən köhnəsi hansıdır burada model olaraq? köhnə model bizə Qədimi. Bu, bej olan. Bunlar. 50-ci il maşınlar. Bundan o deyil. divanı Yəni bunlar Məlikə normal xanım. çalışır, düzdür? Məlikə xanım. Geçin yanında oturun. Məlikə xanım. Ay Məlikə. Gel xanım, ay xanım. O bəlgən, Bu bəlgən. 50-ci ilin maşınıdır. Bu o vaxtı SSR idi də, SSR-in Podolski Mexaniki Zavodu. Görsə PMC yazılır. Podolski Mexaniki Zavod bırak. Bunun qiyməti onda ən yüksək boyut olar, düzdür? Bu 70 Qədim olduğuna Hə, görə. 70 manatadır. Qapağı da var bunun. Qədim saat, boyun bağı. İşləyir də bu əməli başda. Çanta cənnət. İstəyirəm bu sumkalı sən al. Çox sağ ol, Rami. Sağ ol. Çox maraqlı bir bazardayıq. Burada baxın, əziz YouTube-u izləyənlər. Nə cür ayaqqabı, nə desəz var. Yəni burada ürəyiniz istəyən cürə qəşəng krasovkalar var. Buna bax. Nə desəz buradan tapa bilərsiniz. Gedək buradan. Eynəklər. Yine eynəklər. Görüm mənə hansı yer. Necə kağız da buradan çatır eləməsə. Necədir Rami? Bu neçədir? 6 manat uşaqlar. 6 manata gün eynəyi. Gecə avtomobil idarə edənlər üçün. Belənciyində ki, hansı? Babular süturun daşı, pul gətirən daşlar. Bax 4 kürək, rəngbərəng. Mən özüm çapınçıda olan bazarda. Babular süturun daşları. Ən böyüyü, ən bahalısı demam. Bu böyük 50 manatdır. Ha? Bunun adı pul gətirəndir. Hansı? Bu 30 manatdır. Ver mənə almışsın. Qolbaq eləyirlər. Ver. Alıp boyun bağı da eləyirlər. Ha, ne istiyorsun ya? Əzinə qatmışıq. Əgər. Tamam alıp. Tak.
Şamdanlar. Qəpikləri ədədlə satırsınız. Neçədir? Biri, baxın bu qəpiyin biri 20 qəpikdir. Xəzinə tapmışıq. Deməli, bu qəpikləri alacağam. O vaxtı mənim yadıma düşür. Bax bu 20 köpük marojna düşürdü. Plan 1. Bu 2 köpüklə telefonlar var idi, avtomat telefonlar. 3 köpük var sizdə, 3 köpük. Bu 3 qəpiklə o vaxtı Qazirovun su aparatları var idi. Açırdıq aparata içirdik. SSR-nin vaxtı. Və çox bərəkətli qəpiklər idi. 5 köpük alıblar deyəsən hamısını. 15 köpük var, 15 köpük. Bir də 15 köpüklüyü də tapım. Çünki 15 köpükdə oyun oynayırdıq biz. Deyən görüm. Tapdım bu deyə 15 köpük. Şu, bu da bizim antik variantı. Burada bir tərəf tarix, antik əşyalar, dəyərli şeylər. Baxırsan, dayanıb qalırsan. Sanki hər əşyanın içində keçmişdən bir hekayə yatır. O biri tərəf isə tamam başqa aləm. Qarışıq, gözlənilməz, biraz da qəribə. Elə şeylər var ki, baxırsan və deyirsən, bu nə üçündür görəsən? Amma bəlkə də elə bu bazarı maraqlı edən budur. Hər şey bir yerdə, həm dəyərli, həm də anlaşılmaz. Və sən ortasında. Görüşərik.